Hədisdə buyurulur ki, İmam Sadiq əleyhissalam buyurur, Səlasətun yəşkuna ilallah. 3 şey var ki, Allaha şikayət eləyər. Məscidun xarabun la yusalli fihi əhlu. Biri odur ki, xarab olmuş məsciddir, o məscidin əhli orada namaz qılmır. Qiyamətin günündə həmən məscid şikayət eləyəcək. Və alimun beynə cuhal. Və cahillər arasında qalmış alim qiyamət günündə şikayət eləyəcək. Və mushafun muallaqun və qad vaqa aleyhil gubar la yuqra fihi. Və bağlı qalmış o Quran ki, üzərini qubar bağlayıb, toz torpaq bağlayıb oxunmur. Bu da qiyamətin günündə şikayətçi olan dəstələrdəndir. Əfsuslar olsun ki, biz Qur'anı ancaq yas məclislərinə məxsus edirik və yaxud da toy məclislərində bəy və gəlin onun altından keçir. Qur'anın funksiyası bundan ibarət olub. Bu çox təəssüfləndirici bir haldır və bu Qur'ana qarşı etinasızlıqdır. Vaqia surəsinin 81-ci ayəsində Allah-u Teala buyurur ki, Əfəbi həzəl hədis əntum mudhinun. Siz bu Qurana qarşı süslük göstərirsiniz, zəiflik göstərirsiniz. Halbuki biz hədislərə baxdıqda məlum olur ki, hər bir şeyin dəvası, dərmanı Qur'an-ı Kərimdədir.